Gəncədə 13 yaşlı qızla cinsi əlaqədə olmaqda təqsirləndirilən 23 yaşlı şəxsə hökm oxunub. Gəncə Xəbərazın məlumatına görə hadisə şəhərin Depo qəsəbəsində baş verib. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən Cavid TikTok sosial şəbəkəsi vasitəsilə 13 yaşlı zərərçəkmiş Sevda ilə tanış olub. Cavidin sözlərinə görə özü sosial şəbəkədə şəkil paylaşıb. Qız həmin şəklə rəy yazıb. Daha sonra qız ona şəxsi mesaj göndərdikdən sonra mütəmadi olaraq telefonla danışmağa başlayıblar. Təqsirləndirilən şəxsin ifadəsinə əsasən telefon danışıqları zamanı qız ailəsi tərəfindən döyüldüyünü, ona əziyyət verildiyini və evdə qalmaq istəmədiyini deyib. Sevda özünü ona Dəniz adı ilə təqdim edib və yaşının 17 olduğunu bildirib. Məhkəmədə Cavid özünü təqsirli bilməyib. Onun sözlərinə görə hadisə günü qız ailəsi ilə mübahisə etdiyini bildirərək yaşadığı evə gəlib. Təqsirləndirilən şəxs əvvəlcə onun geri qayıtmasını istəsə də Sevda evə qayıtmayacağını deyib. Cavid məhkəmədə cinsi əlaqənin zərərçəkmişin razılığı ilə baş verdiyini və ona qarşı hər hansı zor tətbiq etmədiyini bildirib. O, qızın 13 yaşında olduğunu yalnız polis şöbəsində öyrəndiyini iddia edib. Sevda da məhkəmədə cinsi əlaqənin onun öz razılığı ilə baş verdiyini bildirib. O, təqsirləndirilən şəxslə ailə qurmaq niyyəti olduğunu və onunla tanış olarkən yaşını 17 göstərdiyini deyib. Gəncə şəhər məhkəməsinin hökmü ilə Cavid təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.